Bugün toyuq dürümü hazırlamaq qərarına gəldim. Bunun üçün toyuğun döş ətini götürüb yaxşı yuduqdan sonra xırda-xırda doğrayıram və tavaya əlavə edirəm. Suyunu buraxıb vamxodda bişdikdən sonra şirin yaşıl bibərini, bir diş sarımsağı və pomidorun da qabığını soyub küp-küp doğradıqdan sonra əlavə edirəm. Növbə ilə duzunu, istiyotunu, sarı kökünü, şirin qırmızı bibərini də əlavə edirəm. Zövqə görə kim istəsə acı, toz biber də əlavə edə bilər. Bundan sonra kərə yağını və duru yağını əlavə edirəm. Kənarda lavaşı götürüb toyuğun yağına batıram və hazırladığım toyuqları içərisinə əlavə edirəm. Mən acılı sos sevdiyimə görə eyni zamanda acı sos da əlavə edirəm. Sonra isə ketçup növbə ilə əlavə edirəm. Bundan sonra isə hazırladığım, xırda-xırda doğradığım xiyarları əlavə edirəm. Və kənarda salat hazırlamışam. Həmin bu salatın içərisinə daxildir pomidor, soğan, sumaq, duz, istiyot. İstəyən zövqə görə duzlu xiyar da əlavə edə bilər, mayonez də əlavə edə bilər. Hazırlayan hər kəsə nuş olsun. Çox dadlı çıxdı. Təşəkkür edirəm baxdığınız üçün.